Nazimə xanım, xoş gəlmisiniz. Uzun müddət bundan əvvəl hipotireoz problemi ilə bizə müraciət eləmişdi. Hansı şikayətlərim var idi? Saçım töküldü, ayaqlarımda ağrı var idi. Əlimdə quruma gedirdi. Əllərində quruma gedirdi. Dəri quruması və yuxusuzluq problemində, səhv eləmirəmsə, elə bir problemin də var idi. Nazimə xanımda qalxanvari vəzini hipofunksiyası, hipotireoz müşahidə olunmuşdu. Qanın ümumi analizində, hormonal sferada da təbii ki, dəyişiklik var idi. Amma qalxanvari vəzini ultrasəs müayinəsində heç bir struktur dəyişiklik yoxdur. Yəni struktur dəyişiklik dediyimizdə düyün, kistoz bu kimi törəmələr qeyd olunmadı. Amma hormonal sferada yüksəklik olduğuna görə uzun müddət müalicə aldı. İndi hal-hazırda növbəti müayinəyə gəlişidir. İndi o şikayətlərdən nələr var Nazimə? Hansı ki o dediyin şikayətlərdən? Bu şikayətlərdən bir boynumda ağrı. Bir dənə boynunda ağrı. Hər gün dərman preparatını qəbul edirsən, hər gün. Qeyd etmək istəyirəm ki, Nazimə xanım açığını desəm xəstələr arasında ən məsuliyyətli xanımlardan biridir. Yəni endokrinoloji xəstəliklər bildiyiniz kimi uzun müddətli müalicə tələb edən xəstəliklərdir. Ona görə də xəstə təbii ki, həkimlə əlbir olduğu təqdirdə xəstəliyə qarşı tez bir zamanda mübarizə aparır və ona tab gətirə bilir. Xəstəliyi ram eləyə bilir.